Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizlərlə bir yerdə sayrışan işıqlar dövrəsi hazırlayacaq. Bu part 1 olaraq gələcək. Burada yalnız sağ və sol alqoritmalar olacaq. Gələcək videomuzda isə sağda titrəmə, solda titrəmə olaraq 3 alqoritmalı bir dövrə olacaq. Bu dövrəmizin tam halı bu cür olacaq və burada da komponentlərimizi yığmışıq bura. Siz burada işlətdiklərimizi şərt o deyil ki, burada tam işlətdiyimizi işlədəsiniz. Məsələn, tranzistor mən burada işlətdiyim tranzistorun ayaq bilgilərinə baxıb siz öz tranzistorunuza uyğun bağlamalar edə bilərsiniz. NPN tranzistordur. NPN tranzistor götürüb bağlamalarında mən işlətdiyim tranzistorun bağlamalarına uyğun eləyə bilərsiniz. Amma məsələn bunun birinci ayağı ola bilər, kollektor olar. Sizdəkinin son ayağı kollektor olar. Mən kollektora bağladığım yeri kollektora bağlayım. Mən burada 22K-lıq rezistor işlədəcəm. Bu dövrəmizdə isə 33K-lıq rezistor var. Yəni ki, təxmin elədiyiniz kimi 10K-dan yuxarı, 40K-dan aşağı bir rezistor işlətməyinizə önəm göstərir. Və kondensatorumuz isə yenə də voltajı o qədər önəmli deyil. Əsas 16 voltdan yuxarı olsun və mikrofarad da nə qədər böyüdükcə o qədər də alqoritmalar bir-birləri arasında yavaş-yavaş gedib gələcək. Demək, bizə 16 volt 47 mikrofaradlı kondensator, 22K-lıq müqavimət və C18-15 tranzistor lazımdır. Komponentlərimizi də bildiyimizə görə artıq keçək videomuza. Bu cür iki tranzistorumuzun da eyni ayaqlarını, yəni birinci ayaqlarını qıvırıb bir-birlərinə birini tərs şəkildə, birini isə düz şəkildə lehim edəcəyik. Gördüğünüz kimi bağlantılarımızı etdik. Artıq ledlərimizi bağlamaq qaldı. Və buradan gördüyünüz kimi kondensatorun mənfi qütbündən ikinci tranzistorumuzun orta ayağına gəlir və ikinci kondensatorumuzun yenə mənfi qütbündən yenə birinci tranzistorumuzun orta ayağına gəlir. Yəni burada çal-çarpaz bir dənə qoşmalar bunlardır ki, qalanları yenə eynidir. Bir-birinə paralel olaraq gedir. Və indi isə ledlərimizi qoşmağa gəldik. Ledlərimizi bu dövrədən söküb dövrəmizi qoşacaq. Artıq ledlərimizi qoşduq. Dostlar, burada nəyə başa düşmürsünüzsə, açıqlamalar qisminə dövrələrin sxema üzrə göstərirəm. Yəni hər videonun dövrəsini açıqlamalar qismində tapa bilərsiniz. Bu dövrəni də yenə açıqlamalar qisminə qoyacağam şemasını. Gördüyünüz kimi müsbətlərimiz sarı idi. Sarıları gətirdik müqavimətlərimizin birləşmə yerinə. Hər mənfini də digər tranzistorun orta ayağına, yəni kondensatorumuzun mənfi bağlandığı yerə bağlayırıq. Fərqi yoxdur burada. Tərs bağlasaz, məsələn birinci bu yanmayacaqdırsa, indi bu yanır. Belə. İndi isə gücümüzü verək, yoxlayaq. Burada müsbətlərimizi tranzistorlarımızın birləşmə yerinə bağlayacaq. Ona görə krokodil çətin girəcək deyə bu cür naqillə uzadıram. Mənfilərimizi də rezistorlarımızın birləşmə, belə müsbətlərimizi rezistorların birləşmə yerinə, mənfilərimizi tranzistorların birləşmə yerinə bağlayırıq. Yəni bu cür rahat yadınızda saxlaya bilərsiniz. İndi elektriki verək və 12 volt verəcəksiniz. Siz məsələn bunu maşında falan işlətmək istəyirsinizsə 12 volt verəcəksiniz, problemsiz işləyəcək və mən burada dövrədə 10 voltdan yoxlayacağam. Hətta deyim 11 volt. 12 voltda da biraz artıq sürətlərində dəyişmələr olacaq, amma hiss olunmayacaq qədər. Belə.
İndi elektrikimizi verək, yoxlayaq. Bu cür yaxın çəkimdə göstərim. Mənfimizi tranzistorlarımızın birləşmə yerinə, müsbətlərimizi rezistorların birləşmə yerinə bağlayırıq. Müsbətlərimizi yəni müsbətimizi və elektriki verək. Artıq dövrəmiz işləv vəziyyətdədir və gördüyünüz kimi sağ-sol olaraq dəyişir. Mən bu dövrəni avtomobilin arxa şüşəsinə birləşmiş stop işığına etdim və uzun müddətli hələ də dövrə işləyər, yəni problemsiz işləyəcək bu dövrə, hardasa qızmalar falan olmayacaq. Amma qabağınıza bağlayacaq yük də biraz az olmalıdır. Yəni bu cür gördüyünüz kimi bu ledlərin onsuz yüksək belə milliamper çəkmir. Yenə də siz biraz da daha yüksək bir led bağlaya bilərsiniz. Amma daha çox olmasın, 500 milliamperdən yuxarı olmasın ki, bu tranzistorlar 500 milliamperdən yuxarı artıq qızmalar falan bu cür problemlər olur. Və rezistorlarımızda çalışın çox etməyin ki, bu zaman ledlərimiz tam gücü ilə yanmayacaq. Və kondensatorlarımızı da mikroaparatını yüksəldib bu keçişləri daha yavaş edə bilərsiniz, aşağı da salıb daha tez-tez edə bilərsiniz. Və mən indi sizə göstərim bunu avtomobil üzərində necə durur bu dövrə. Gördüyünüz kimi dövrəni artıq modifiyə deyirlər də buna. Belə doğru olmayan bir şəkildə quraşdırmışıq, qanun olmayan bir şəkildə, amma dövrə, yəni siz də stop işığına birləşdirsəniz bu cür görsənəcək. Özünün içərisindəki spiral lampalar idi. Bunu sökdüm, yerinə LED lampalardan bu cür iki formalı algoritmalı işıq yığdım. Videomuz bu şəkildə idi dostlar. Ümid edirəm ki, dövrəmizi və videomuzu bəyəndiniz. Videomuzu bəyəndinizsə əziyyətə qarşılıq like və kanala hələ də abunə deyilsinizsə abunə olmağı unutmayın. Suallarınız da varsa yorumlarda yaza bilərsiniz. Sağ olun, salamat qalın. Daha gözəl günlərdə, daha aydınlıq sabahlarda görüşənədək